Salam, bu səs bəlkə də sənə tanış deyil. Amma biraz qulaq assan, içindən gələn bir tanış narahatlıq sənə uzaqdan göz vuracaq. Hə, yeri gəlmişkən, mən kirlikirəm. Bilirəm, indi deyirsən bu bədbaxtın balası görəsən bu Əndrabadi adı hardan tapıb. Bura isə səssiz düşüncələrin məkanıdır. Burada cavablardan çox suallar danışılır. Və onları daha çox elə yarımsıq qoyuruq, çünki həyatda da elə bu cür olur. Deyirlər, insan beyni güya ki, kainatdakı ən mürəkkəb sistemdir. Amma nədənsə bu mürəkkəb sistem 3 gün arda-arda erkən qalxanda artıq ümidsizliyə düşür. Burada biz o ümidsizliyə düşən beynimizlə psixologiyadan da danışacaq, texnologiyadan da, həyatın absurdluğundan da. Amma söz verə bilmərəm ki, nəyisə sona çıxaq. Biz burada başlanğıclar çevirik. Çünki nəticələr çox vaxt məyus edici olur. Məsələn, niyə insanların çoxu motivasiya videolarına baxır və 5 dəqiqədən sonra TikTokda rəqs edən pişik izləyir, qəribə mənzərə. Və ya özünü sevmək haqqında status çizən şəxs başqasının storiesinə görə əhvalını dəyişir. Sual qoyuram, cavabı isə ya taparıq, ya da elə həmişəki kimi başqa bir günə saxlayarıq. İndi isə sənin xəyalında bir səhnə canlandırım. Gecə saat 3, mən tavanı seyr edirəm. Beynim sakitcə pıçıldayır. Bəs birdən bu səsi təkcə sən eşitmirsənsə, o zaman başlayır qara düşüncəli yuxusuz gecələr Albert Camus ilə birlikdə hoqqa verməyə. Mən kirlikirəm və bu bizim birinci söhbətimizdir. Hazırsınızsa dəftər qələmi götürün, başlayaq.